səhv anlaşılmasın, terrorçular mülki şəxsləri öldürmürlər. Terrorçular güya xalqın tərkib hissəsi olaraq adekvat cavab verirlər güya. Baxın, məscidlər yandırılır, polis orqanları öldürülür, polis rəisləri öldürülür, Sepahın bəzi iri, yüksək komandanlığının övladları öldürülür, başları kəsilir. Sizcə bu İran xalqına məxsus davranışdır. Bir İslam toplumu 34 məscidi niyə yandırmalıdır? Mən sadəcə prosesin daha şiddətli olması üçün prosesə təxribat olaraq qatılan terrorçuların davranışlarından danışırım. Bunu niyə edirlər? Güya xalq tək deyil, yardım var, hətta silahlar var deyə, onları müdafiə edəcək deyə bir fon yaradırlar ki, xalqa stimul versinlər ki, xalq daha çox meydana çıxsın. Əslində bu kimin üçün zəmin yaradır? İran İslam İnqilabçıları Mühafizəsi Sepah üçün. Əgər siz silahlı onlara cavab verirsinizsə, bu artıq avtomatik olaraq zəmin yaradır ki, onlar da etirazçılara kütləvi olaraq ateş açsın. Yanlış olan budur. Əslində bunu niyə edirlər, bu təxribatları? Ona görə ki, ölü sayı çoxaldığı təqdirdə və küçələrə, Sepah küçələrə kütləvi şəkildə çıxdığı və kütləvi ateşlər açdığı təqdirdə ölü sayı artacaq, qan su yerinə axacaq ki, bu da kənar hərbi müdaxiləni zərur edəcək. İstəkləri budur. Sizin mən o fikrinizlə razıyam ki, Məsud bəy Pezeşkiyan xalqa müraciət etdi. Əlbəttə bu müraciət gecikmiş bir müraciətdir. Yəni yüzlərlə insan öldürüləndən sonra belə bir xalqın içinə getmək, onlarla danışmağa hazırıq açıqlaması gecikmiş bir açıqlamadır. Ancaq mən sizə bir gerçəyi deyim. Bu etirazlar başlayanda Məsud bəy belə bir açıqlama vermişdi ki, xalqın etiraz etmək haqqı var, xalqın etirazı əsaslıdır. Çünki iqtisadi problemlər var və bu problemləri həll etmək çətindir. Bunun üçün maliyyə yoxdur. Və burada problemin əsasən məhz hakimiyyətdə, xüsusilə də əsas qərar verən hakimiyyətdə güc mərkəzlərini hədəf göstərmişdir. Sadəcə problem ondaydı ki, Məsud bəy xalqla danışmağın zəruri olduğunu bəyan etsə də, əsas güc mərkəzləri, yəni Mollakratiyya, Xameneyi və Sepah bunu qəbul etmədi. Və bugünün özündə də hələ də xalqı qorxutmaqla repressiv rejim bu etirazları səngidəcəyini düşünür. Və ən nəhayət Məsud bəyin yenidən parlamentdə xalqa müraciətinin niyə ortalığa çıxma zərurətini düşünsəniz, bu ondan ibarətdir ki, digər güc mərkəzləri, yəni hökumətdən fərqli olaraq Sepah və Xameneyi ciddi şəkildə narahat olmağa başlayıblar. Çünki etirazlar sönməyə deyil, artan xətlə davam etməyə davam edir. Və verilən Məsud bəyin verdiyi bu çağırış dolayısıyla digər hakimiyyətin güc mərkəzləri tərəfindən qəbul edilmiş bir mesajdır. Fərq bundadır. Yəni birinci dəfə xalqla danışmaq lazımdır. Çağırışı qəbul edilmədiyi üçün hökumət bunu edə bilmədi. Ancaq ikinci bir çağırışda bu deməkdir ki,
Xamenei və digər güc mərkəzləri bunu qəbul edirlər. Bu necə mümkün ola bilər? Sistemdə yumşalma və konkret dəyişikliklər fonunda mümkün ola bilər. Çünki Məsud bəy elan edir ki, xalqla danışıb iqtisadi problemləri həll etmək üçün çözüm ortaya qoymağa hazırdırlar. Bu niyə ortalığa çıxdı? Baxın, xalqa müraciətdən dərhal sonra dünən gecə ABŞ prezidenti Donald Trump'ın bir açıklaması var. Hükümet səviyyəsində İrandan Donald Trump'a konkret müraciət olub ki, oturaq bu məsələləri danışaq. Xüsusilə də nüvə məsələsini. Bu bilirsiniz nə deməkdir? Və Donald Trump dolayısıyla bu məsələyə açıq olduğunu bəyan edib. Doğrudur, müxalif lider olan Şahın oğlu ilə danışıqlar aparıldığını da bəyan etsə də, ancaq perspektivdə İran rəsmiləri ilə belə bir danışığın baş tutma ehtimalının çox olduğunu mən düşünürəm. Bu niyə belədir? Bilirsiniz, bu sualın cavabı hardadır? İran küçələrindəki bu dəhşətli vəziyyətə baxmayaraq, Donald Trump başlayacaq hərbi əməliyyatların konkret siyasi nəticələr verə biləcəyindən o qədər əmin deyil. Donald Trump və ətrafı ehtiyat edir ki, hava zərbələri kontekstində bu siyasi nəticələr tərs təpə bilər. Çünki 12 günlük müharibə kontekstində xalq İsrailin hərbi hücumlarını müdafiə etmir. Çünki bu məsələdə dövlət və vətəni müdafiə etmək məsələsi var idi ki, belə bir vəziyyətdə kimsə dövlət və vətənin əleyhinə çıxmadı. Hətta bu rejimə qarşı olanlardır. Bu ağır məsələdir. Bu tarixdə yaddan çıxmayacaq bir hadisədir. Ona görə Donald Trump da İsrail rejimindən fərqli olaraq daha ağıllı və etidallı davranır ki, ola bilsin ki, hərbi əməliyyatlara nə qədər nöqtə atışlar olmuş olsa da, nəticə etibarilə xalqı məcburi qaydada bu rejim ətrafında yenidən konsolidə edir. Problem budur. Bu məsələni hələ də ABŞ-da həll edə bilməyiblər. Ona görə də Donald Trump'ın, mən bu filmi bitirim. Çünki bu qayə konkret bir fikrə əsaslanır. Dünya səviyyəsində təqdim olunan bu görüntülər ki var, hətta xalqa açılan ateşlər ki var, siz düşünməyin ki, bunlar sosial medyada kimlərinsə vasitəsilə efirə buraxılır. Əmin olun, bu İranın xüsusi kəşfiyyat orqanları vasitəsilə filtrdən keçiriləndən sonra efirə ötürülür. Niyə xalqın nümayəndələrinin hüquq mühafizə orqanları tərəfindən güllələndiyi kadrların ötürülməsində hakimiyyət maraqlıdır? Bilirsiniz niyə? Çünki Donald Trump'ı yaxşı tanıyırlar. Bilirlər ki, Donald Trump sürətli, konkret nəticə verə biləcək siyasətlər verir. Eynən Venezuela'dakı kimi uzun hazırlıqdan sonra əməliyyat, yəni Maduro'nun və xanımının uğurlanma əməliyyatı yarım saat çəkdi. Yarım saat ərzində siyasi nəticəyə baxın. Venezuela'nın neftinin idarə olunması ABŞ-ın əlinə keçdi. Donald Trump hər hansı bir uzun müddətli müharibə bataqlığına qərar verən insan deyil. Bu onun üçün qırmızı xəttir. Çünki belə bir müharibə
uzun müddetli milyardlar demektir. Bugün İran'ın siyasi hakimiyeti məhz bu notlar üzerinde oynuyor ki Donald Trump anlasın ki hərbi müdaxilə olduğu təqdirdə bu sadece İran'ı vurmayacak. Bu humanitar facia kontekstinde kardeş Türkiye'ni, Azerbaycan'ı, yakın şərqi, Avropa ülkelerini ciddi şekilde vuracak. Çünkü migrantların sayı milyonları ötecek ki bu da bütün yakın çevre devletlerini humanitar facia şeklinde vuracak.